Salam əziz 10-cu sinif şagirdləri. Bugün Güvən nəşrlərinin keçirdiyi 10-cu siniflər üzrə sınağın tarix suallarına baxırıq. 61-ci sual Böyük Karldan fərqli olaraq 1-ci Otto. 1-ci Otto yeni dövlətin əsasını qoymuşdu. Alman krallığını yaratmışdı 936-cı ildə. Baxa bilərsiniz. Cavabımız D variantıdır. 62-də asan sualdır. İbtidai cəmiyyətdə mezolit dövründə baş vermiş yeniliyi soruşur. Burada ox və kamanın ixtira olunmasıdır. Cavab C variantıdır. 63-cü sual klaster sualıdır. Klasteri tamamlamaq lazımdır. Hülaku xanla bağlıdır. Bir, yerli feodalların sıxışdırılması. Bəli, yerli feodalları sıxışdırırdı Hülaku xan. Abbasilər xilafətinin süquta uğradılması 1258, bəli, 1-3. Bir də Qızıl Ordu xanlığı ilə müharibə aparılması, mübarizə aparmışdı. Onun zamanında ilk dəfə Qızıl Ordu dövləti ilə Hülakular arasında müharibələr başlamışdı. 1-3-4. Növbəti sual 64-cü sual Perikl və Qay Qrafın islahatları nəticəsində maraqlı sualda yoxsullara taxıl yardım edilmişdi. Hər ikisində cavabımız A variantı. 65-ci suala baxırıq. 1496-cı ildə Həsən Padşahın həyata keçirdiyi tədbirlərin nəticəsini soruşur. Nəticədə hərbi köçməyənlər qiyamları baş verir. Hətta o qiyamların birində də Gödək Əhməd öldürülür. 66 cavabımız 65-də Y variantı. 66-da iki dövlət arasında manevr etməklə müstəqilliyini qorumağa çalışan hökmdarları müəyyən edin. Burada cavabımız Artabas, Cavanşir və İbrahim olacaq. Artabas Parfiya və Roma arasında manevr etmişdi. Birinci İbrahim isə Teymurilər, ondan sonra Qızıl Ordu arasında manevr etmişdi. Cavanşir isə manevr etməkdən başı gicəllənmişdi. Yazığın dövrü elə bir dövrdür ki, siyasi cəhətdən fırlana qalmışdı. Xəzər xaqanlığı, Ərəb xilafəti, Sasani, Bizans belə bir manevrlər etmişdi. 66-da cavab C variantı. 67-yə baxırıq. Deməli, Urartu dövlətinin Mannada yürütdüyü siyasət üçün xarakterikdir. Urartu dövlətinin Mannada yürütdüyü siyasət təcavüzkarlıq siyasəti idi, mahiyyəti. Cavaba baxırıq D variantında. Buna uyğun bir cavabı var. Vilayət hakimlərinin Manna hökmdarı əleyhinə qaldırılması. 67-də cavabımız D variantı. 68-də Sasani şahı 1-ci Xosrov və Elxani Qazan xanın torpaq islahına əsasən biz hər ikisini oxuyanda sistemli şəkildə öyrənməyə çalışın, oxşarlıqları qeyd edin. Sahibsiz torpaqlar hərbçilərə paylandı. Hər iki hökmdarın dövrünə nəzər salsaq buna şahid olacaqsınız. Sahibsiz torpaqlar hərbçilərə paylanıb. 68-də cavab B variantı. 69 xəritə sualdır. Xəritədə paytaxtları rəqəmlərlə işarələnmiş dövlətlərə aid uyğunluğu müəyyən edin. Deməli, Şamaxı işarələnib, 3-1-də Təbrizdir, 2-də də Naxçıvandır. Herat müqaviləsinin imzalanması bu Qaraqoyunlu dövlətinə aiddir və paytaxtı Təbriz olub. Deməli, 1-ə Y olacaq. Sonra Gürcü çarı 4-cü Davidin hücumuna məruz qalıb. Bu Şirvanşahlar dövlətidir, Şamaxı şəhəridir. B 3-ə uyğun olacaq. Deməli, 1-ə A 3-ə B 1-ə A 3-ə həmçinin yox, Y sizi aldadır. Teymurilərin Azərbaycan torpaqlarında hakimiyyətinə son qoyulması o 1408-dir. Qaraqoyunlu dövlətinin yaranmasına əvvəldir. Yəni onu götürməyəcəksiniz. 1-ə A, 2-yə baxırıq. Şəmsəddin Eldəniz tərəfindən yeni dövlətin yaradılması. Bəli, 2-yə C, 3-ə B, D. Bəli, Gürcü çarı 4-cü Davidin hücumuna məruz qalıb. Kəsranilər sülaləsinin hökmranlıq etməsi Şirvanşahlar dövlətinə aiddir hər ikisi. Deməli, 69-da cavabımız A variantı. 70-də 1-ci Pyotrun islahatları ilə bağlıdır. Rekrut toplanması bilirsiniz, hərbi islahatı nəticəsində idi. Metallurgiya, manufakturaların tikilməsi də odlu silahların istehsalı ilə bağlı lazım idi. Ona görə də 70-ci sualın cavabı hərbi islahat olacaq. Cavabımız C variantı. 71-də 11-ci əsrin 40-cı illərində Şəddadilər dövlətinin tarixi üçün səciyyəvidir. 1048-ci ili yadınıza salın. Səlcuqlarla birlikdə Bizans qoşunlarının məğlubiyyətə uğradılması. Cavabımız Y variantı. 72-də səbəb nəticə əlaqəsinin doğru verildiyi bəndi müəyyən edin. Birbaşa cavabı deyirəm. 72-də Y variantı. Qızıl Ordu dövlətinin parçalanması nəticəsində Qazan və Həştərxan xanlıqlarının yaranması, doğrudan da Qızıl Ordunun parçalanması nəticəsində bu xanlıqlar yaranmışdı. 73-ə baxırıq. Göstərilənlərin aid olduğu dövləti müəyyən edin. Müqəddəs Roma imperiyasının tərkibinə daxil olub. 19-cu yüzilliyə qədər siyasi dağınıqlıq hökm sürüb. Söhbət Almaniyadan gedir. Burada da Almaniyaya uyğun xəritə
ikinci rəqəmin qoyulduğu ərazidir. Cavabımız B variantı. 74. Albaniyaya qayıtdıqdan sonra Cavanşirin həyata keçirdiyi ilk tədbir maraqlı sualdır. İlk tədbir uşaqlar Sasani feodallarına qarşı uğurlu mübarizənin aparılmasıdır. 74-də cavab D variantı. 75. Məntiqi ardıcıllığı tamamlayın. Xubilay xanın paytaxtı Qaraqorumdan peşinə köçürülməsi, ulusların Böyük xan ilə əlaqələrinin zəifləməsi, nəticədə də Monqol imperiyasının müstəqil dövlətlərə parçalanmasıdır. 75-də cavabımız C variantıdır. 76-da Qızıl Arslanın Şirvana hücum etməkdən məqsədi. Qızıl Arslanın Şirvana hücum etməkdən məqsədi daha doğrusu Şirvan hökmdarı 1-ci Axistan Eldənzlər dövlətinin hakimiyyətindən çıxaraq müstəqil siyasət yeritmək, belə deyək, siyasət aparırdı. Ona görə də Qızıl Arslan Şirvana hücum etdi və 1-ci Axistanı yenidən öz hakimiyyətinə tabe etdi asılığa. 76-da cavabımız Y variantıdır. Şirvanşahlar dövlətinin müstəqillik meyllərinin qarşısını almaq məqsədi ilə yürüş etmişdi. 77-də Urmiya xanlığı, Təbriz xanlığı və İrəvan xanlığı üçlü Eyler-Venn diaqramı verib. Çuxursəd Bəylərbəyliyin ərazisində meydana gələn İrəvan xanlığı idi. A 3-ə gedəcək. Əmiraslan xan tərəfindən əsasının qoyulması bu Təbriz xanlığıdır. B 2-yə gedəcək. Əşşar tayfasından olan xan tərəfindən idarə olunmasıdır. Yadınızda saxlayın. Təbrizdir, Urmiyadır, İrəvandır, Zəncandır. Bunlar əsasını Əfşar tayfasının qoyulmuş xanlar tərəfindən idarə olunub. Ona görə də Əfşar tayfasından olan xan tərəfindən idarə olunması ortaq cəhətdir. C variantı. 4-də C variantı olacaq. Hacı Çələbi xanın hücumuna məruz qalması. Təbriz xanlığı Hacı Çələbi xanın hücumuna məruz qalıb. 2-yə həmçinin D olacaq. Qaraçəmən döyüşündə iştirak etməsi, bu isə Urmiya xanlığına aiddir. 1765 Qaraçəmən döyüşü, daha doğrusu 61 Qaraçəmən döyüşündə iştirak edib Urmiya xanlığı. Deməli, 1-yə uyğun olacaq Y, 2-yə uyğun olacaq B, D, 3-ə uyğun olacaq A, 4-ə də uyğun olacaq C. Cavabımız A variantı. 78 burjuya adlanır, burjuaziya daha doğrusu adlanır. Burjuaziya muzlu əməyi istifadə etməklə qazanc əldə edən hakim sinifdir. Hərfi mənası şəhərli deməkdir, amma ümumən mahiyyəti muzlu əməkdən istifadə etməklə qazanc əldə edən hakim sinifə deyilir. 78-də cavabımız D variantı. 79-cu suala baxırıq. Qəsr-Şirin sülhünün imzalanmasından sonra Nadirin özünü şah elan etməsindən əvvəl baş vermişdir. Qəsr-Şirin sülh müqaviləsindən sonra, yəni 1639-dan sonra Nadirin özünü şah elan etməsindən isə əvvəl, yəni 1736-cı ildən əvvəl baş verən hadisə B variantıdır. 1-ci Pyotrun Azərbaycana yürüş etməsi. Cavabımız B-dir. 1-ci Pyotr Azərbaycana 1722-ci ildə artıq yürüş etməyə başlamışdı. 80-ci suala baxırıq. 80-ci sual deməli uyğunluq gözlənilmişdir. 1-ci İspaniyadan qovulan yəhudilərə sığınacaq vermişdi. Bəli, Sultan II Bəyazid sığınacaq vermişdi yəhudilərə. Şimal müharibəsi qələbəsi ilə nəticələndi İsveçin yanlışdır. Rusiyanın qələbəsi ilə nəticələnmişdi. İngiltərədə Respublikanın elan olunması ilə başa çatdı şanlı inqilab. Bu da yanlışdır. Şanlı inqilab 1688-ci ildir. İngiltərədə Respublika elan edilib 1649-da. Yəni 2-3 yanlışdır. Cavabımız 1-4. Baxırıq. 18-ci əsrdə ABŞ-da qanunverici hakimiyyət orqanı məxsus idi konqresə. Bəli, konqresə məxsus idi. 1-4. 80-də cavabımız Y variantı. Xəritədə işarələnmiş xanlıqlara aid oxşar xüsusiyyətləri müəyyən edək. Söhbət burada Şəki və Qarabağ xanlığından gedir. Quba xanlığı ilə mübarizə aparılması. Bəli, hər ikisi Quba xanlığı ilə mübarizə aparıb. Sonra baxırıq Fətəli xan Əfşardan aslın qəbul edilməsi. Bəli, müəyyən müddət Fətəli xan Əfşardan aslıq qəbul edilib. 1-3 cavabımız B variantı. 82-də göstərilənlər aiddir. Hülakülər dövlətində baş vəzir olmuşdu. Təbriz şəhərində mədrəsə təşkil etmişdi. Camiyyət Təbarək əsərinin müəllifidir. Söhbət Fazil, daha doğrusu Fəzullah Rəşidəddindən gedir. Cavabımız 82-də C variantı. 83-də İngiltərədə Stuartlar sülaləsinin 1-ci dövrü üçün xarakterikdir. Yəni, restavrasiyasından əvvəlki dövr. 1660-cı ildən əvvəlki dövr üçün xarakterikdir. Baxırıq. Uzun müddətli parlamentin fəaliyyət göstərməsi, bəli, Stuartlar sülaləsinin 1-ci dövrü üçün xarakterikdir. Düzgün cavablardan biri 1.
2. Anglikan kilsəsinin meydana gəlməsi. Anglikan kilsəsi 16-cı əsrdə meydana gəlib, amma Stuartlar sülaləsi 17-ci əsrin əvvəllərində hakimiyyətə başlayıb İngiltərədə. 2 yanlışdır. Şimali Amerikada ilk İngilis koloniyasının qurulması bəli 1607. Bu da Stuartlar sülaləsinin 1-ci dövrünə uyğun gəlir. Cavabımız 1, 3. Oliver Cromwell'in özünü Lord Protektor elan etməsi sizi çaşdırmaq üçün oraya yazıla bilər, amma orada artıq Stuartlar sülaləsi hakimiyyətdən getmişdi, uzaqlaşdırılmışdı edam nəticəsində, kralın edam nəticəsində. 84-cü suala baxırıq. Baharlı Bayandurlu Səfəvilərin fəaliyyəti üçün ümumi cəhətlər. Maraqlı sualdır. Teymurilərə qarşı mübarizə aparılması gözündən qaça bilər Səfəvilərin. Amma yadınıza salın, deməli Səfəvilər Şeyx Heydərin zamanında Teymuri Əbu Saidin məğlub edilməsində Uzun Həsənə yardım etmişdilər. Deməli Teymurilərə qarşı mübarizə aparılması bir götürüləcək həm Baharlı, həm Bayandurlu, həm də Səfəvilərin fəaliyyəti üçün ümumi cəhət 1. Sonra Osmanlılarla dostluq münasibətlərinin saxlanması. Bəli, yenə də sizi çaşdırmasın. Onlar Bayandurlu və Səfəvilər Osmanlılarla müharibələr aparıblar, amma eyni zamanda dostluq münasibətləri də saxlayıblar. 1-4. Təbriz şəhərində yeni dövlətin əsasının qoyulması. Bəli, hər üçünün paytaxtı Təbriz olub. Hər üçü Təbrizdən başlayıb dövlətçilik tarixi. Ona görə də 1-4-5 düzgün cavab kimi götürülməlidir. 85-ə baxırıq. Xronoloji ardıcıllığı müəyyən edin. Sultan II. Mehmedin Konstantinopolu ələ keçirməsi 1453. Uyğur xaqanlığının meydana gəlməsi 744-cü il. Təbərriyə gölü yaxınlığında xaçların məğlubiyyətə uğradılması Səlahiddin Əyyubi tərəfindən 1187. Kürşadın başçılığı ilə Göytürklərin üsyana qalxması 639-cu il. Deməli, xronoloji ardıcıllığı belə olacaq. 4, 2, 3, 1. Şirvanşah 1-ci İbrahimin Əmir Teymurla yaxınlaşmasına üstünlük verməsinin səbəbləri bu idi ki, Teymuri dövlətin Şirvan ərazisindən daha uzaq məsafədə yerləşməsi, bəli, səbəblərdən biri bu idi. Digəri isə Teymurilərin tutduğu ərazilərdə möhkəmlənmə ehtimalının az olması. Çünki uzaqdan gəlirdilər, o başa düşürdü ki, onların burada hakimiyyəti uzun sürə bilməz. Cavab 86-da 1, 4. Uyğunluğu müəyyən edin. Muğan Qurultayın Qızılqaya xəyanətin və Cavduşan döyüşünü verib. Muğan Qurultayı, yəni Rus qoşunları Xəzər sahil vilayətləri tamamilə tərk etdi. Heç birinə aid deyil. Bu tamamilə tərk edib Gəncə müqaviləsinə görə 1735. Ona görə A-nı heç birinə uyğun götürmürük. Əfşarlar dövlətinin əsası qoyuldu 1-ə B. Şirvan yarım müstəqil xanlıq elan edildi. Bu da heç birinə aid deyil. 1-ə B uyğundur. Qızılqaya xəyanəti Gürcü çarı tərəfindən Azərbaycan xanları əsir götürülmüşdü. Bəli, Qızılqaya xəyanəti 2-yə Y. Cavduşan döyüşündə də Qubalı Fətəli xanın qoşunları məğlubiyyətə uğradılmışdı. 3-ə D. Deməli, 1-ə B, 2-yə Y, 3-ə D cavabları uyğundur. Burada da 100 illik müharibədən sonra İngiltərə Krallığı daxilində baş verən hadisələrlə bağlıdır. Söhbət Al-Qızılgül və Ağ-Qızılgül müharibəsindən gedir. Cavaba 88-ə onu yazacaqsınız. 89-da Tudorlar sülaləsi hakimiyyətə gəlir. Onu yazacaqsınız. 90-a da yaza bilərsiniz. Feodal hərbi dəstələrini ləğv etdi. Feodallara müharibələrinə son qoydu. İri feodallara qarşı mübarizə apardı. Hər birinizə uğurlar arzulayıram gələcək sınaq və imtahanlarda.